Bir 5 dəqiqə olar ki, durmuşam. Sırası sizin üçün video yükləyirəm. Çünki özümə söz vermişəm ki, 2026-da daha produktiv olacağam, daha çox kontent çəkəcəm. Biz Fatimə ilə elə bu divanların üstündə yatmışıq. Baxın. Oradan o, buradan mən və səhər-səhər mənim vloguma baxırıq. 31 dəqiqə alındı, uzun videodur. Bu yeni il keçidi, belə baxıram ki, izləyicilərim çox sevdi. Hətta bəziləri yazırlar ki, tək yeni il yox, fərqli fəsillərə uyğundur. Belə keçidləri tap və videolara əlavə elə. Sizinlə bu arada salamlaşmaq yadımdan çıxdı. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz və təzə vloquma. Divan böyük olmağına baxmayaraq və Fatimə ilə mükəmməl olaraq ikimiz də yerləşirdi. Yenə də yuxudan rahat yatırdım. Elə bilirdim ki, ayağımla dəyəcəm indi Fatiməyə, elə gəlirdi mənə və yuxudan oyanırdım. Bəlkə də ümumiyyətlə öyrəşməmişəm kimdənsə eyni məsafədə yatmaq. Bu qədər qorxaq pişik qızlar birinci dəfədə görürəm. Özü ki, bu boyda olasan və kimdənsə qorxasan. Sən niyə eləsən, hə? Qaçmaq istəyir yenə yolkanın altına və yaxud divanın altına. Dünəndən yeni ildən qalan salatları bugün hamısını yeməliyik. Bu deməli granatovu braslet. Bu da ən sevdiyim şubam. Dünəndən nə qalıbsa yeyirik. Bunları da mamıçqa qızdırdım. 2026-nın ilk vlogun reylərinə hamısına bir cavab yazmaq istəyirəm. İndi 1 saat olar ki paylaşmışam. Uşu 300 reyə yaxın rey var. İndi bir hamıya cavab yazacağam. Çünki insanlar vaxt tapıb sizə nəsə bir xoş söz yazırlar. Bunu dəyərləndirməyə lazımdır. Divana görə hamı elə sevinirsən ki, onların evinə divan alınır. Nə yaxşı ki, mən Azərbaycan dilində videoları çəkməyə başlamışam. O qədər xoş aura ötürürsüz mənə. Bəzi reylərdə gördüyüm sualları da cavablandırmaq istəyirəm. Videoda demişdim, amma yenə də reylərdə soruşurlar. Ona görə təkrar cavablandırıram. Divanın qiyməti 2400 manatdır, amma endirimə düşmüşdü yeni illə bağlı. Ona görə biz 2000 almışıq. Satış təmsilçisi dedi ki, ayın 31-nə qədərdir bu endirimlər və ona görə axırıncı gün biz çatdırdıq. Ayın 1-idir, səhərdir və mənim aşağıdakı qonşu səhərdən başlayıb remonta, baxmayaraq ki, bayramdır, baxmayaraq ki, выходnoydur. Təzə ili baxımla başlayaq. Mirşanın, deyəsən bu sonuncudur. Rossmandan aldığım bu maskanı eləmək istəyirəm. Bilirəm ki, sizə hər zaman zapasda olan məhsullar maraqlı olur və burada mənim rozovoy belə saçlarım var. Şey burada çoxdur, amma bizə indi bu lazımdır. Fatimənin saçları çox qəşəng və uzundur. Mən də düşünürəm ki, 2 dənə hörük eləyək. Bu saçlarla birlikdə dəhşət qəşəng alınacaq. Bilmirəm, yadınıza gəlir ya yox. Mən bunu Temudan 8 manat almışdım. Əslində özüm üçün pričoska eləməyi istəyirdim, amma nədənsə qaldı və birdən Fatimənin saçlarını görəndə dedim ki, ayda nə qəşəng hörümək olar. Bunu birlikdə çox qəşəng alınacaq. Özümü də səliqəyə salmaq planlaşdırıram. Hələ ki Fatimədən başlayırıq, sonra isə parka getməyi istəyir və yaxud bilmirəm hara. Ayın 1-i çox yer işləmir. Ona görə çeşid, seçim o qədər də çox deyil. Fatimənin həm qalın, həm də ki çox gözəl uzun saçları var. Hətta biraz kəsməyi istəyir arada. Sonra mama deyir ki, yox qalsın. Həqiqətən heyifdir belə bir saç kəsməyə. Cəmaət qaynaq eləyir Fatimə, ona görə qalsın. 2 tərəfə böləcəm. Bilmirəm nə dərəcədə mükəmməl alındıra biləcəmsə, amma çalışacağım. Düzünü desəm, tam istədiyim kimi alınmadı. Daha doğrusu istədiyim qədər səliqəli alınmadı. Saç hörümə videolara çox baxıram. Bəzi blogerlər paylaşırlar, sonra üstündən səsləndirmə, nəsə bir stories danışırlar və onlara baxanda adam düşünür ki, necə də asandır bunu eləmək. Amma işə keçəndə başa düşürsən ki, o videoda qədər asan deyil. Qıraqdan müşahidə eləmək daha asandıymış. Heyecanlıyım. Birdən pis alındı. Həm də ki, məncə biraz təcrübəsizəm. Daha səliqəli eləmək üçün musdan da istifadə eləmək lazımdır. Vlogda bir boşluq moment tapan kimi başlayıram dilənçi kimi. Əgər siz mənim kanalıma abunə deyilsinizsə, abunə olsanız çox sevinərəm. Çalışıram mümkün qədər tez, bol, qəşəng vloglar sizin üçün paylaşmaq. Və görəndə ki, siz də abunə olursunuz və bunu dəyərləndirirsiniz, daha da çox həvəsə düşürəm. Ona görə mütləq abunə ol. Qonaqlarımız isə sabah səhər gedirlər, yəni ki, ayın X-i. İndi özümə düşünürəm, sabah da vlog çəkim, yoxsa sabah istirahətimi eləyim. Öz aləmində güya ki fikirləşdim ki, bu tərəfdən çəkmək daha maraqlı olar, amma kadrı düzgün tutmadım.
İndi keçirəm digər tərəfə. Bu arada saçları, öz saçları uşağın kəsmirəm. Sadəcə sifariş elədiyim rozovый tük uzundur bunun saçlarından və yalnız onu kəsirəm. Və sonunda bu zərdən vururuq. Laksad vurmuram Fatmə. Sonra yumaq məcburiyyətində qalmayasan. Prosta belə parıldasın biraz saçlarım. Qabaqdan belə nəticəni də göstərim sizə qızlar. Məncə çox maraqlı alındım. Və hələ bu qədər saç qaldı növbəti dəfəyə. Vay. Bayırda elə bir küləyi var. Mən isə qonaqlarına getməliyəm parka. İndi isə biraz özümü səliqəyə salım. Bəlkə yarım saata yaxındır ki, bu maska mənim üzümdədir. Keçən illərin təcrübələrinə əsaslanaraq bunu sizə deyirəm. Hər il ayın 1-i, X-i, 31-i paylaşılan vloqlar adətən heç yığmır. Çünki insanlar bir-birinə qonaq gedirlər, başları başqa şeylərə qarışır və sənin vloqları izləməyə heç kimin vaxtı olmur. Amma mən bayaq videonu atdım və baxıram ki, çox gözəl yığır. Bu da məni təbii ki, daha da çox motivasiya edir. Sizin üçün çoxlu kontent çəkməyə. Fırçayla heç nə çıxartmaq olmur. Ona görə belə bir şeyini çıxardıram. Ən sonuncu astatkalar və bu məhsul da bitdi. Həm qonaqlara kifayət qədər vaxt ayırmağa çalışıram, həm sizin üçün kontent çəkməyə, həm də ki, mamaya mətbəxdə nəsə bir kömək eləməyə. Bir sözlə produktivam bu 2 gündür. Bugün bu nə deyə? Bu da bitir. Bunun da içində heç nə yoxdur. Dünən və bugün 2 gün ərzində 4 dənə məhsul bitirmişəm. Daha doğrusu dibində az qalmışdı, amma hamısı birdən bitib. İndi göstərəcəm sizə. Makiyajı eləyim, göstərəcəm. Yenə göz makiyajında bu paleti istifadə eləyəcəm. Bayırda isə elə bir külək idi, sanki uçurumdur, dağılır bayır. Mənim qədər qızlar çay içən insan mən hələ ki görməmişəm. Lubo yeməyinə, fast fooduna, meyvəyinə, hamısına çay içirəm. Özdəki ətirli, mixəkli, bəh, indi dəmləmişəm. Və qonaqlar bizə gətirdiyi bu şirniyyatı gəlin birlikdə sınayaq. Sağ olsunlar, payı artıq olsun. Bu toçna çakopaya oxşuyur ki, birə-bir. Dəhşət nəzətdim. Makiyaj eləyirəm və paralel sразу zilim. Çox üzr istəyirəm sizdən qızlar. Yıxıldınız bir balaca. Pomadanı ən sonunda paltarı geyinəndən sonra, amma belə makiyaj demək olar ki, hazırdır. Bu da bitir, amma məndə təzəsi var, zapasda NYX-in. Və yenə mənim ən sevdiyim mövzum. Narsın konsilerim. Son 2 ay ənlik kimi yalnız bu məhsulu istifadə eləmişəm. Həqiqətən ürəkdən tövsiyə edirəm. Çox gözəl bir ənlikdir, amma təəssüf ki, bitib tam olaraq. Qoxusunu sevmədim, amma almışam, 8 manat pul vermişəm deyə day bitirdim. Carmax dodaq balzamı. Bunu keçən il Trendyoldan almışdım. Qışda dodaqlarım çox quruyur, ona görə bu da bitdi. Bu qədər bitən məhsul var. Məncə bu il bitənlər çox olacaq. Çalışacağım özümü kontrol edeyim, az alım, çox istifadə edeyim və bitirim. Və gəlin bitən məhsulların yerinə təzə bitməyi istədiyim məhsulları götürək. Gündəlik daimi olaraq istifadə etməyi planlaşdıran məhsullar. Dodaq balzam kimi kremkonu götürəcəm. Bunu çox sevirəm. Dior'un ənliyi götürəcəm. Bunu bitirməyə o qədər çətin olmayacaq, çünki sevdiyim bir məhsuldur. Və qızlar, burada Flormar'ın konsileri də var məndə və Rilou'nun da fərqli konsilerlər var. Bilməm hansını götürüm. Yaxşısı gəlin Flormar'ı bitirək. Bu çox böyük həcmlidir. Düşünürəm ki, ən azı bir 6 aya mənə bəsdir. İndi gözüm sataşdı. Flormar'ın bu ənliyi də çox gözəldir. Bunu da Trendyoldan almışdım. Neysə qızlar, seçimim bu 3 məhsul oldu. Növbəti vloqlarda makiyaj eləyərkən bu məhsulları tez görə biləcəksiniz mənim əlimdən. Düzdür, mənim Rusiyada olan qardaşım mən deyəndə ki, hava soyuqdur, prosto gülür mənə, amma bayırda külək var. Maroz olmasa da belə külək sanki sümüyünə qədər gəlir. Ona görə mən papağı taxacağam. Pis görsən də, görsənməsə də yenə də papağı taxmalıyam. Ona görə pirçoskamı ona uyğun eləyəcəm. İstəyirəm saçlarımın uclarını prosto burum. Başıma isə papaq keçirdim. Belə. Video çəkirsən? Hə, video çəkirəm. Saçlarımı vururam, sizə çıxırıq. Mən şapka giyməyəcəm, ona görə fikirləşdim ki,
Uclarını yalnız biraz burun. Orada stul var. Seva istəsən stulda otur. Ha, o tam rənginə uyğunlaşır. Bildin necə? Məncə o sənə çox yaxşı olacaq o tonalni. Mən onu onsuz da istifadə eləmirəm. Onu özünə götür. Qəşəng olacaq sənə. Baxım Seva. Hələ bu rəng yaxşıdır sənə. Elə bəzənib düzənirik. Düşündüm ki, hələ orada ardasa oturaq, qəşəng şəkillər çəkdirək, amma gördüm ki, heç yer işləmir. Üstündən səsləndirmə eləyirəm deyə artıq bilirəm günün sonu necə oldu və nə ilə bitdi. Mən də fikirləşdim ki, qəşəng şəkillər çəkdirərik, amma heç nə. Saçlar isə super alındı və cəmi 10 dəqiqə ərzində belə elədim. Bu koftanı alandan sonra bir dəfə belə geyinməmişəm. Reylərdə heç kim bəyənmədi. Hamı yazdı ki, zövqsüzdür, pisdir. Ona görə mənim də gözümdən düşmüşdü bu. Bugün isə Trendyol Millanın bu şort yeknə və kalgotka ilə kombin eləyəcəm. Qəşəng sapaşkilər məncə yaxşı görsənəcək. Lukum qızlar belə alındı. Elə sapaşki də geyinəcəm. Kofta isə xoşuma gəlir, nə yalan deyim. Həm də ki, ən əsas dəhşət isti bir koftadır. Əsl yanvar ayların soyuqlarına görə. Düzdür, Bakıda o qədər soyuq olmur, amma yenə də gəzəcəyik. Arxadan isə belə görsənir. Əvvəl istədim bu quluboy koftaya görə bu qayışı da taxım. Sonra mənə elə gəldi ki, sanki biraz yersiz kimi görsənəcək. Ona görə bunu ləğv elədim. Prosta belə olsun məncə. Yeri yoxdur bu qayışın burada. Bu dünənki çantadır. Xoşdur ümumiyyətlə videolarımı tam sakitçilikdə çəkim. Səs-küy olanda sanki nito olur. Ətrim isə Antonio Banderas Hair Secret'dir. Bunu mən Trendyoldan sifariş eləmişdim. Amma bizdə də Ador'da falan var. Bu çantanı özümlə götürməyəcəm. Ona görə buradan kışlokumu çıxardım. Həm də ki bunu. Belə bir şeydir. Özümlə isə Aldo'nun bu çantanı götürürəm. Çünki mənim lookuma uyğundur. Düzdür, balacadır. İçində çox az şey sığışır. Amma görünüşü çox-çox xoşuma gəlir. Bilmir elə dəqiq işləyir orada nəsə yoxsa yox. Uzaqbaşı prosta gəzib qaytarıq da neyək. Fatimə ilə zövqümüz birdir. O da bəyəndi bu dəsti məndə. Çox qəşəngdir üstündə belə. Bu neçəyədir bu? Onu vallahi bu Şalvarla birlikdədir də bu. hə, dəsti. Qızım bax, bunun saati bahalıdır hər tərəfdən. Buna 45-ə. Hə. Bir mağazaya girmişik, bu dəftəri gördüm, ürəyim getdi. Görəsən neçəyədir? 1 manata. Qəşəngdir. Bunu da bəyəndim, məktəb illərim yadıma düşdü. Bu da maraqlıdır. Hələ bilmirəm dəftərin içində nələr yazacağımsa. Amma o dəftər istəyirəm. Altından da nəsə var. Bu stəkan çox xoşuma gəldi. Bu nə şirindir, amma tez qırılacaq. Mənə elə gəlir ki, üstündəki bu ördək tez qırılacaq. Amma yenə də buna baxın. Mickey Mouse'dan minim. Mickey Mouse'un özü. Bu stəkan da çox şirindir. Görəsən bu neçədir? 9.90-a. İçində amma qaşığı da var içində. Bu da çox şirindir. Baxaq görə bu neçədir? 8.80-ə. Bunun belə göy rəngi də var. Ördəklə olanları daha çox sevdim, amma ağ rəngdə istəyərdim. Bəyəndiyim stəkanları hamısını Instagrama attım və izləyicilərimdən soruşdum hansını alım. Onsuz da biz abratla bu yolu qayıdacağıq. Qaydanda siz seçdiyi stəkanı gəlib alacağım. Üzərlik almaq istəyirdim, çünki həm qoxusunu bəyənirəm, həm də ki arada yandırıram. Qiyməti soruşdum, bir dənəsi 5 manata. Mənə çox baha gəldi, çünki hər zaman 1 manata alıram mən. Bunu belə başa düşürəm ki, güya ki velosipedləri saxlamaq üçün düzəldiblər, quraşdırıblar. Amma inanırsınız, bizim ölkədə heç kim velosiped sürən deyil. Hamı maşın sevir. Ona görə biri də yoxdur. Özdə mən kablukla çıxmışam bu arada. Hava qəşəng olsa da külək var. Ona görə soyuqdur və parkda bizdən başqa heç kim yoxdur. Burada parkın içində belə maraqlı trenajorlar var. Tam olaraq pulsuzdur. Amma bu soyuqda bunların üstündə məşq eləmək düşünürəm o qədər də asan deyil.
Bilirsiniz, ən çox nə gülməyim gəlir. Atam mənə voice atır ki, neçənci dəfədir deyir mamaya zəng eləyirəm. Niyə bu insan telefonu götürmür? Niyə görə mən atdığı reelslərə cavab vermir? Maraqlı TikTok videolar atır və mama vaxtında cavab verməyəndə sizcə papa nə edir? Götürür bloklayır mamadı. Uzaq başı bir gün əsəbləşir, sonra özü unblok eləyir. Heç nə olmamış kimi davam edir. Burada eğlənməli yerlər var, amma təəssüf ki, heç biri işləmir. Ona görə gedirik evə. Bu iki qab xoşuma gəldi. Maraqlı görsənir, konfet zadına doldurmaq olar. Biri biraz böyükdür, biri balaca. Yadsa gəlirsə buna bənzər birini mən Adelina üçün almışdım, qardaşımın uşağı üçün. Burada görəsən bunlar neçədir? Mən Temudan 20 manat almışdım. Aa, nə maraqlıdır. Çox maraqlı, uşaq üçün kosmetika. Hələ uşaqlar üçün dodaq bleski, stiçlə 2 manat 50 qəpiyə. Kaş ki mən uşaq olan vaxtlarda belə şeylər olardı. Bunlar da 2 manat 50 qəpiyədir. Fatiməyə deyirəm ki, birini seç, alıram sənə. O da deyir ki, istəmirəm. Deyirəm, yox, birini seç. Bax, gör, hansı xoşuma gəlir. Məncə bu qəşəngdir, Frenchini istəmirsən. Bunların arasında biz Fatimə üçün bunu seçdik. Bir ara, mən universitetdə oxuyan illərdə elə gözəl dəbdə idi. Bunlar spinner deyirlər də buna. Hətta labubuyuna da var. 1 manatı 20 qəpiyə zat. Ucuz da özdə ki, bizim vaxtlarımızda baha idi. Bu da çox xoşuma gəldi. 3 dedim. İndi evdə göstərəcəm sizə hansını seçdim. Evimin düz böyründə bu boyda mağaza olduğundan xəbərsiz idim. Həm də ki, nəsə çəkəndə satış təmsilçilər heç bir narazıçılığı bildirmirdilər. Ona görə arada bir bura gəlib, nəsə ürəyim istəyən şeylər alacağım. 9 manata belə bir planer var. Bir dənə baxın necə də gözəl. Hal-hazırda istifadədə məndə var deyə almıram, amma çox gözəl düşünüblər. İzlədiyim bir Rus bloger var və o son zamanlar nakleykalar almağa başlayıb. Düzdür, o Wildberries-dən alır, amma fərqi nədir? Gündəliyi doldurur və çox maraqlı şeylər yazır. Mən də birdən eşqə düşmüşəm. Ümumiyyətlə, kimdəsə nəsə görəndə həvəsə düşürəm və özüm də istəyirəm. Əvvəl buradan almaq istəyirdim, amma daha maraqlı və gözəl çeşid Temuda var. Ürəyiniz istədiyi nakleyka var orada. Və bu yaxınlarda istəyirəm özüm üçün bir neçə set sifariş edeyim. Məktəb illərdə sevirdim. Bu paketi gördüm, ürəyim getdi. Bunun için çok şirin görünür. Bakın burada ne var. Az. Obanı qəşəng remont ediblər. Baxaq görək nə dəyişilibsə burada. Xeyli geniş olur. O gün mən uşağın sözünə inanmadım. Dedi ki, burada da belə aparat quraşdırıblar düz bizim evimizin altında. Amma var imiş doğrudan da. Baxaq görək uda bilirsən yoxsa yox. Biraz yaxşı şey götürərdim də. Alınmadı, 50 qəpiyə də getdi. Zavod çörəyi götürmək istirdim, amma təzə deyil, dünənkidir deyəsən. Fərqdir. Ona görə bu ikisini götürək. Yaxşısı. Baton belə tez xarab olmur. Gedək kasaya. Simiçka da aldıq, çörəyi də aldıq. Yeməli isə hər şey evdə var. Elə evdəkiləri yeyib qurtarmalıyıq. Biz уже evdəyik. Bütün bir mağaza var idi qızlar. Bundan əvvəl o mağazadan xəbərsiz idim. Deməli Fatiməyə belə bir şey aldım. Bunlar çox xoşuma gəldi, amma məndə qeylaqdır. Uşaq üçün qəşəng bir şeydir düşünürəm. 2 manat 50 qəpiyədir. İçində kley də var, yapışdırırsınız. Və 8 manat 50 qəpiyə özüm üçün krujka aldım. Təbii ki, sizinlə də məsləhətləşdim Instagramda. Hamı mənə bu ördəklə olan yaşıl rəngdə krujkanı məsləhət gördülər. Çünki həqiqətən bu rəngdə krujkam yoxdur. Həm də ki, imini ördəklə istəyirdim. Qaşları hamısı yerindədir. Amma mən düşünürəm ki, uzun müddətli bir şey deyil. Töküləcək, amma yenə də çox xoşuma gəldi. Ona görə aldım. Bayra baxanda ev necə də istidir, necə də gözəldir. Təzə stəkanımı qəşəngcə yudum. Mamaya da göstərdim. Çox bəyəndi bu ördəyi. Çox şirin görünür. Və hansı hissələri ki, mən uca çəkib hazırlamışam bu vlogun. İndi oturub montaj eləmək istəyirəm və baxım görüm neçə dəqiqə ümumiyyətlə alınıbsa. Milk ümumiyyətlə nə yaradırsam hər şey dadlıdır da. Çayla super gedir.
Mən videonu montaj edirdim. Fatimə girdi və dedi ki, yapışdırmışam. Necə də qəşəng görsənir. Özü də ki, tam sənin barmaqların razmeridir. Çox gözəl görünür. Birini yapışdıra bilmədi. İndi biz onu Moment kleyinə və yaxud başqa bir kleyinə yapışdıracağıq. Məncə çox maraqlı alındı. Yaxşı ki, elə bunları götürdük. Bu da ki, qızlar, nəticəmiz. İçindəki kley yaxşı yapışdırmır deyə biz götürdük adi super moment, nə deyirlər ona, göstərim sizə. Belə bir kleyini yapışdırdıq və çox gözəl, bərk və qopmaz bir oldu. Və heç yerinə nə bulaşdırmadıq, nə heç nə, bir balaca damcı qoyurdum və hamısını tezdəndən yapışdırdıq. Montajını qızlar bitirdim. 3 saat vaxt sərf elədim və 20 dəqiqəlik video alındırdım. Amma yenə də çəkmək istəyirəm. Baxın görüm neçə dəqiqə alınır. Qonaqlarıma qoşulum. Çünki bayaqdan bu otaqdayam. Onlar gelirlər, soruşurlar, bitirdin, bitirmədin. Gəl deyir bizimlə oyunlar oynamağa. Sabah səhər isə qayıdırlar rayona. Yerini mən yığmışam deyə Fatimə indi yerini bizə sərir. Uca divanı da açıb. Necə açdın sən? Yaxşı. Günlərdən öyrənmişəm də ona görə. Əla. Mən isə gedim makiyajımı silim onda. İndi isə makiyajımı silirəm və yatıram. Əslində yuxum gəlmir, amma uca hamı yatmağa gedir. Biolendanın micellar suyu istifadə edirəm. Makiyajı hər zaman 2 mərhələ ilə təmizləyirəm. Bəzən hidrofil yağdan istifadə edirəm, bəzən isə micellar su. 2 dənə sponjik. Nəsə bugün mən özümü çox yorğun hiss edirəm. Instagram üçün çox az stories paylaşmışam. Bu da məni biraz narahat edir. Baxın üzümdə nə qədər makiyaj var. Makiyajla yatmaq olmaz. Bu tam olaraq kirli oldum. Keçirik buna. Занят. Bugün gəzərkən o qədər maraqlı mağazalar gördüm. Hansılar ki, mənim evimin ətrafındadır. Hər zaman nəsə almağa mola getməyə öyrəşmişəm. Amma baxıram, o qədər maraqlı mağaza var. Bəh. Belə qız harda var? Baxın necə də səliqəli və gözəl, ikimizə də yer sərib. Və oturub YouTube-a baxa-baxa mən öz baxımımı elədim. Bugünlük isə qızlar bu qədər. Çox sağ olun ki, bu vlogu axıra qədər izlədiniz. Özünüzə yaxşı baxıb mənə abunə olmağı unutmayın.